Xatırınızda olsa neçə həftədir ki, İsa'nın etdiyi iddialara baxırıq və bu bərnamədə də yenə onun başqa bir iddiasını araşdıracağıq. Bu iddia Yuhanna rəvayət etmiş İncilin 15-ci fəslində tapılır. İsa burada deyir, mən həqiqi üzüm ağacıyam. İsa'nın bu iddiasını anlamaq üçün gərək onun zəminəsinə ki, əti gəhdir baxaq. Əgər İsrail məmləkətinə bu günlər getmiş olasınız, görərsiniz ki, dövlət turist sahəsində çox da təlaşdadır. Hər yerdə dövlət tərəfindən turist dəftərləri var. Həm də elə xiyabanlarda gedəndə görürsən ki, turist dəftərlərinin maşınları hər yerdə dayanıb. Dəftər olsun ya da maşın, bunların hamısının üstündə cali bir əlamət var. Bu əlamət iki nəfəri göstərir ki, çox böyük bir üzüm salxımını əllərində daşıyırlar. Əlbəttə ki, bu əksin tarixi Əti-Qəhdə Yuşəin zamanına gedir ki, Yuşə bu ölkəni ələ keçirtmək üçün əvvəlcə oraya casuslar göndərir və onlar qaydarkən əllərində məmləkətin məhsulundan üzüm salxımı gətirirlər ki, görsətsinlər getdikləri yer nə qədər bəhərli və nemətlidir. İndi turizm təşkilatı İsraildə bu semboldan istifadə edir. Fəqət turizm deyil ki, üzüm və üzüm ağacından sembol kimi istifadə edir. İsa'nın zamanında da məbədin duvarları üstündə üzüm ağacı həkk olmuşdu. Bunların hamısının dəlili, əzizlərim, budur ki, Əti-Qəhdə İsrail milləti dəfələrlə üzüm ağacına təşbih olunub. Peyğəmbərlərin çoxları, məsələn, Eşaya, Eremya, Hezekyal öz nəbiliklərində İsraili üzüm ağacı adı ilə zikr ediblər. Qoyun sizə Zəbur kitabından Asafın yazdığı 80-cı məzmuru oxuyun. Bu məzmur yaxşıca bizə göstərir ki, necə bu millət özünü üzüm ağacı kimi görürmüş. 8-ci ayədən. Misirdən bir üzüm ağacı gətirdin. Millətləri qovub onu əkdin. Onun üçün torpağı hazırladın, dərin kök saldı və bütün məmləkəti doldurdu. Dağlar onun kölgəsi ilə örtüldü. Qüdrətli sidr ağacları da onun budaqları ilə, şaxələrini dəhənzə qədər, qollarını Fərat çayına qədər saldı. Onun duvarlarını nə üçün yıxıbsan? Yoldan keçən hər kəs onun meyvəsini dərir. Meşə donquzları onu viran edirlər. Çölün canavarları ondan yeyirlər. Dön bizə, ey qoşunların tarısı, yalvarırıq, göydən bax və gör. Bu üzüm ağacın görüşüyünə gəl. Sağ əlin əkdiyi üzüm bağın görüşüyünə. Özün üçün qüdrətli etdiyin oğulun görüşüyünə. Onu odla kəsib yandırdılar. Qoy üzünün qəhri onları yox etsin. Qoy əlin sağında olan adamın üstünə olsun. Özün üçün qüdrətli etdiyin insan oğlunun üstünə. Biz səndən dönməyəcəyik. Bizi dirik ki, sənin adını çağıraq. Bizi qabaqçı halımıza döndər, ey qoşunların tarısı Rəbb. Qoy üzün bizə ışıq salsın ki, biz nicat tapaq.
İndi qoyun Yuhanna rəvayət etmiş İncilin 15-ci fəslinə gedim. İsa burada 3 söz deyir ki, onun bu iddiasının nə mənası olduğunu bizə açıqlayır. Əvvəl bu ki, o özü həqiqi üzüm ağacıdır. İkincisi bu ki, ata bağbandır. Və üçüncüsü də bu ki, şagirdlər budaqlardılar. İsa'nın bu iddiası da başqa iddiaları kimi rahatca həzm olunmazdı. Çünki üzüm ağacı Yahud xalqının gözündə İsrail idi. Və indi İsa deyirdi ki, xeyr. Həqiqi üzüm ağacı o özüdür. Burada İsa deyir ki, həqiqi üzüm ağacı mənəm. Və dönüb şagirdlərinə deyir ki, sizlər də budaqlarsınız və sizdən təvəqqə edilən budur ki, meyvə gətirəsiniz. Başqa bir sözlə İsa onlara deyirdi ki, siz gərək o qədər düzgün mənə yapışasınız ki, mən eləyə bilən canımın şirəsini siz budaqlara töküm və siz məhsul verəsiniz. Sizin varlığınızın bütün amacı budur ki, siz meyvə verəsiniz. Və bu ancaq o zamanın şagirdlərinin yox, indiki zamanın şagirdlərinin də varlıq amaclarıdır. Biz İsa'nın bugünkü şagirdlərinə də lazımdır ki, həyatımıza baxaq və onun nə qədər meyvə verib vermədiyini bir yoxlayaq. İndi gəlin onun bu 3 sözünə gedək. Birincisi, İsa həqiqi üzüm ağacıdır. Necə ki, qabaq da sizə dedim, üzüm ağacı İsrail millətindən bir təmsil idi. 80-cı məzmurda gördük ki, Tanrı bu üzüm ağacını Misirdən çıxardır və gətirib İsrail torpağında əkir. Tanrı İbrahimə vədə vermişdi ki, bu torpağı ona və onun nəslinə verəcək. Amma İbrahimin nəsli görürük ki, Misirə gedib, sonralar orada qula dönürlər. Və Tanrı necə onları möcüzələr və xariqüladə əməllərlə çıxardıb bu ölkəyə gətirir. Yahud xalqı özünü o üzüm ağacı görürdü ki, Tanrı onu başqa diyardan çıxardıb yaşadıqları ölkədə onu əkmişdi. Məzmurun dediyi kimi, Tanrı doğrudan da bu üzüm ağacının kök salıb böyüməsi üçün çox zəhmət çəkmişdi. Eşaya Peyğəmbər də bu haqda çox mətləblər yazır, xüsusən də onun 5-ci fəslində. Tanrının bu zəhməti qabağında məzmur deyir ki, ölkə çox da bəhərli olmuşdu. Əlbəttə ki, bu millət yaxşı padişahların hökmdarlıqları altında Tanrının istədiyi kimi yaşamışdılar və ölkədə Tanrının bərəkəti altında çox da şövkətli, çox da bəhərli olmuşdu. Amma bu daimi deyildi. Ətiqəhdə baxarkən görürük ki, bu millət necə dəfələrlə Tanrıya xəyanət edib, bütpərəst millətlərin Allahları tərəfinə çəkilirlər. Və Tanrı da dəfələrlə onlara peyğəmbərlər göndərir ki, nə qədər azmış olduqlarını onlara göstərsinlər. Tanrı bu peyğəmbərlərin vəsiləsi ilə asi olmuş bu xalqı tövbəyə çağırır. Xalq o qədər bu işə davam verir ki, Tanrı nəhayət onları şiddətli bir şəkildə cəzalandırıb başqa millətlərə cinə qul edir. Bu yaxşı üzüm ağacı nəhayət yerindən qoparılır və başqa ölkəyə əsir aparılır. Məzmurun 14-cü ayəsinə baxarkən görürük ki, necə belə vəziyyətdə onlar Tanrının dərgahına belə bağırırlar.
Dön bizə ey qoşunların tarısı, yalvarırıq, göydən bax və gör. Bu üzüm ağacın görüşünə gəl. Sağ əlin əkdiyi üzüm bağın görüşünə. Özün üçün qüdrətli etdiyin oğlun görüşünə. Onu odla kəsib yandırdılar. Qoy üzünün qəhri onları yox etsin. Qoy əlin sağında olan adamın üstünə olsun. Özün üçün qüdrətli etdiyin insan oğlunun üstünə. Biz səndən dönməyəcəyik. Bizi dirilt ki, sənin adını çağıraq. Bəli, doğrudan da ki, Asaf nə gözəl İsrail millətinin tarixini göz qabağına qoyur. İndi İsa Məsih nə fəqət iddia edir ki, üzüm ağacıdır, həqiqi üzüm ağacı olduğunu da iddia edirdi. Kitabın əsl dili Yunancada bu söz belə yazılıb. O üzüm ağacı mənəm, o həqiqi olan. Bu həqiqi kəlməsi demək onu həqiqi olmayandan ayırt edir. Və elə odur da ki, bu həqiqi olmayanın, yəni İsrail xalqının fəsadını aşkara çıxardacaq idi. Aydın aşkar göstərəcək. Göstərəcək idi ki, necə onlar Tanrının amac və məqsədindən azıblar və Tanrıya heç meyvə var verməyiblər. Və odur da ki, Tanrının iradəsini yerinə yetirəcək və Tanrının istədiyi barı o verəcək. Tanrı onları bu ölkədə əkmişdi ki, düzgün bir həyatla Tanrını başqa insanlara tanıtsınlar və Tanrının adına hörmət qazansınlar. Amma onlar günah dolu həyat və yaşayışla Tanrının adını batırmışdılar. Özləri də azmışdılar. İsa həqiqi üzüm ağacı olaraq gəlmişdi ki, onların etmədiyini o özü etsin. İsa bu iddia ilə bunu da göstərirdi ki, İsrail xalqının duasının cavabı elə o özüdür. Məgər Tanrının dərgahına bağırmamışdılar, dön bizə ey qoşunların Tanrısı, yalvarırıq göydən bax və gör. Bu üzüm ağacın görüşünə gəl, sağ əlin əkdiyi üzüm bağın görüşünə. Özün üçün qüdrətli etdiyin oğlun görüşünə. İndi o, bu ağacın görüşünə gəlmişdi. Tanrı həqiqi üzüm ağacını göndərmişdi və onların arasında əkmişdi ki, həqiqi olmayanın bütün xatalarını üzə çıxartsın və özü Tanrının iradəsini yerinə yetirsin. İndi İsa'nın ikinci sözü. Atam bağbandır. Bağban sözü doğrudan da üzüm ağacı haqda məsuliyyət daşıyana işarə edir. Bağbandır ki, üzüm ağacının qeydinə qalır, ona yetişir. Görün bu qismətdə İsa şagirdlərinə nə deyir? Əgər mənim əmrlərimi yerinə yetirəsiniz, mənim məhəbbətimdə qalarsınız. Necə ki, mən atamın əmrlərini yerinə yetirmişəm və onun məhəbbətində qalıram. İsa buyurur, bəli, Tanrı məni bu daşlıq yerdə, bu fəsad dolu adamlar arasında əkib. Ziddimə bu qədər düşmənçilik var. Lakin bilin ki, ata mənim qeydimə qalır. Mənim barəmdə məsuliyyət daşıyan odur. Mən gəlmişəm ki, onun iradəsini yerinə yetirim. Ancaq Tanrının dediyi sözü yerinə yetirim. Tanrının istədiyi işi edim. İsa burada bağbanın nə edəcəyinə də işarə edir. İki iş.
15-ci fəslin 2-ci ayəsində belə görürük. Məndə olub meyvə verməyən hər budağı o kəsib atır və meyvə verən hər budağı təmizləyir ki, artıq meyvə versin. İndi görürsünüz, ata bu üzüm ağacına yetişmək işində nələr edir? Əvvəl meyvə gətirməyən hər budağı kəsib atır. Sonra da meyvə gətirən budaqları təmizləyir ki, daha çox meyvə gətirsinlər. Əlbəttə ki, adamlar var ki, özlərinin Məsihi olduqlarını iddia edirlər. Halbuki onlarda bu inanclarının meyvəsi heç görünmür. Ata belə budaqları kəsib atır və beləcə meyvə verən budaqların ətrafını təmizləyir. Bu kəsilmişlərin başına nə gəlir? Adamlar onları yığıb oda atırlar. Belə adamlar mühüm deyil ki, nə deyirlər və Məsihiyyət haqqında nə qədər məlumatlar çoxdur. Xeyr, meyvə verməyən budaqlar kəsiləcəklər. Baxın, budaq gərək ağaca yapışmış olsun və ağacın şirəsi ona yetişsin ki, meyvə versin. Həyatımız İsa haqqında nə məlumat daşıdığımızla bar verməz, əzizlərim. Onunla səmimi və ikitərəfli bir rabitədə olmaqla bar verər. Atanın başqa işi də budur ki, bar verən budaqları təmizləsin. Baxın, üzüm ağacına lazımdır ki, daimi bir şəkildə hərəs olsun, təmizlənsin. Əgər belə etməsələr, üzüm ağacı təbiətən turş üzüm bar verəcək. Roz gülü haqqında da belədir. Bizlər də ki, Məsihə bağlıyıq və həyatımızda meyvə var, gərək icazə verək ki, ata bizi hərəs etsin, ata bizi təmizləsin ki, şirin meyvə bar verək. Və bu bizim həyatımızda daimi bir işdir. Əlbəttə ki, biz İsa'ya iman etdiyimiz zaman təmiz oluruq, lakin kamil yox. Bizə lazımdır ki, bu təmizliyi saxlamaq üçün daim təmizlənək. Yoxsa içimizdə olan köhnə mənəmlik həyatımızı turş meyvələrlə dolduracaq. Əlbəttə, hərəs olmaq elə də rahat deyil. Çox zamanlar dərdlidir, əzablıdır. Amma bizə lazımdır ki, Tanrıya icazə verək, bu yolla bizim həyatımızı təmizləsin. Əgər biz həqiqətən Məsihdəyik, məhəbbət dolu atamız icazə verəcək ki, zəhmətlər və əzablar bizim həyatımıza gəlsin. Çünki o bu yolla bizi hərəs edir, bizi təmizləyir və biz beləcə imanımızda rüşd edib daha çox meyvə veririk. Əzizlərim, hərəs olunan budaqlar həqiqi şagirdlərdirlər. Baxın, üzüm ağacı elə bir ağacdır ki, üzüm gətirməkdən başqa heç bir şeyə faydalı deyil. Nə yaxşı gülü var, nə də elə bir ağacdır ki, onun tənəyindən dirək düzətsinlər. Üzüm ağacının varlığı tənha onun üçündür ki, üzüm bar versin. İsa buyurur ki,
mən həqiqi üzüm ağacıyam və burada olmağımın tənha məqsədi budur ki, meyvə bar verim. Görün, bu meyvə sözü bu mətndə neçə dəfə təkrar olunur? İsa'nın dediyi bu meyvə nədir? İçimizdə nə olanı əməldə, zahirdə insanların gözü qabağına qoymaq. İsa'nın şagirdi olaraq içimizdə nə var? Tanrının həyatı, Tanrının ruhu. Ona görə də bizim həyatımızda meyvə bu olacaq ki, Tanrının həyatı, Tanrının şəxsiyyəti bizdə görünsün. Görün, Həvarı Pavlos bu meyvələri bizim şəxsiyyətimizdə necə müşəxxəs edir? Lakin ruhun səmərəsi məhəbbət, şadlıq, barış, səbr, mehribanlıq, yaxşılıq, vəfadarlıq, həlimlik və özünə hakim olmaqdır. Biz ki, İsa'nın sözlərini eşidib günahlı həyatımızdan tövbə etmişik və beləcə Tanrının ruhu bizdə sakin olub, gərək bu tövbə öz səmərini, öz meyvəsini bizim həyatımızda göstərsin. Bəli, İsa həqiqi üzüm ağacı olaraq bunun üçün gəldi ki, meyvə gətirsin. Və bu meyvəni budaqlarının vəsiləsi ilə gətirsin. Əgər istəyirsiniz Tanrının iradəsini öz haqqınızda biləsiniz, cavab budur, meyvə gətirməyiz. Bizim hamımızın varlığının məqsədi budur, əzizlərim. Ona görə də Tanrının kəlamı indi bizi bu sualına rastladır. Aya İsa'nın istədiyi meyvə bizim həyatımızda var? Aya bar verirəm ya ki, quru bir şaxəyə dönmüşəm? Əgər həyatımda səmər görünür, bu səmər necədir? Aya icazə verirəm ki, Tanrı öz kəlamı vəsiləsi ilə məni təmizləsin, məni həras etsin? Əgər İsa onun üçün gəlib ki, meyvə gətirsin və bunu bizim vəsiləmizlə etsin, onda gərək 4 həqiqətə diqqət edək. Əvvəl bu ki, budaq olmaq ixtiyarı deyil. Hər kəs ki, Məsihdədir, budaqdır və gərək meyvə gətirsin. Belə deyil ki, bir də öz işləri ilə məşğul olsunlar və ancaq bir neçə nəfər meyvə gətirmək işi ilə məşğul olsunlar. Xeyr. Əgər Məsihdə olduğumuzu iddia edirik, demək budağıq və gərək meyvə bar verək. Məsihin işi ilə məşğul olmaq ixtiyarı deyil. Bu birincisidir. İkincisi budur. Hər vaxt göylümüz çəksə edərik də deyil. Çox adamlar daim meyvə gətirməməkləri haqda bəhanə gətirirlər. Vaxtları olmadıqlarını bəhanə edirlər. Xeyr, əsla belə deyil. Bizim həyatımızda meyvə gətirmək lap əsli iş, lap əsli vəzifədir. Üçüncüsü bu ki, bizim budaq olmağımız təsadüfən baş verməyib. O bizi seçib və bizə deyir ki, əgər onda qalmasaq, meyvə gətirə bilməyəcəyik. Bomboş və quraqlıq bir yerə dönəcəyik. Meyvə gətirmək üçün bizə lazımdır ki, onda qalaq, onunla səmimi bir rabitədə yaşayaq, onun kəlamından itaət edək. Dördüncüsü bu ki, bizim gətirdiyimiz meyvə müvəqqəti deyil, qalacaq və Tanrıya izzət gətirəcək. Aya bunu anlayırıq?
Sonsuzluklar boyunca kalplerimiz sevgiyle birbirine sarılacak. Sonsuzluklar boyunca ben seninle, sen de benim. Sonsuzluklar boyunca kalplerimiz sevgiyle birbirine sarılacak. Sonsuzluklar boyunca göz yaşlarımı sileceksen yara, korku ve utancı sen yok edeceksen, seninle olunca hem de derik senlere bize sonsuza dek, hem de derik senlere bize sonsuza dek. Gözyaşım süzülecek